Veb-sayt və mobil tətbiqlərdə istifadəçi davranışı analizi, data ilə biznesi idarə et. Veb-saytlarda və mobil tətbiqlərdə baş verən hər klik, hər səhifə keçidi və ya çıxış bir siqnaldır. Bu siqnalları toplayıb analiz etməklə istifadəçilərin davranışlarını dəqiq başa düşmək mümkündür. Bu məlumatlar arasında hansı səhifələrə ən çox keçid olur, saytın ümumi və səhifələr üzrə trafiki nədir, istifadəçilər hansı ölkələrdən, hansı cihazlarla və hansı rəqəmsal mənbələr vasitəsilə daxil olur. Bu məlumatlar yalnız statistika deyil, biznes strategiyası üçün xəritədir. Veb-saytda bu məhsulmu yoxsa digərinin ön sırada göstərməyə fikirləşirsiniz. Amma bu məhsul 87% daha çox klik aldısa, demək istifadəçilərin marağı məhz bu məhsuladır. Bununla da bu kimi testlərlə iki fərqli dizayn, başlıq və ya düymə arasında real nəticələrə əsaslanan qərarlar verə bilərsiniz. Ən vacib isə hansı mərhələdə potensial müştəri əməliyyatı dayandırır və ya saytı tərk edir. Bunu dəqiq görə bilərsiniz. Mobil tətbiqlərdə isə bu analiz necə olur? Mobil tətbiqlərdə bir xüsusiyyət var. Quraşdırılma ola bilər. Satış yoxdursa və ya istifadəçi 3 gün sonra qayıtmazsa, bu ciddi bir siqnaldır. Tətbiq istifadəçini saxlaya bilmir. Əksinə, əgər hər 5-ci istifadəçi daxili alış edirsə, bu yüksək konversiya səviyyəsidir və uğur əlamətidir. Bütün bu məlumatlar Firebase, MetaApp Events, Google Analytics kimi alətlərlə izlənilir və analiz olunur. Bugünün biznes dünyasında uğur yalnız gözəl dizayn və ya güclü reklam ilə deyil, real data əsasında qərar verən bizneslərdə baş verir. Veb-sayt və ya mobil tətbiqiniz üçün data analitikası alətlərinin qoşulması və davranış analizlərinin tətbiqi uzunmüddətli inkişaf üçün əsasdır. Əgər biznesiniz üçün uyğun analitik həllər axtarırsınızsa, mənə yazaraq peşəkar məsləhət ala bilərsiniz.